Cənab nazir, aprel döyüşlərindən Azərbaycan silahı necə çıxdı? Həmin döyüşlərdə istifadə olunan atıcı silahları, snayper tüfənglərini, 60, 82, 120 mm min atanları, qumbar atanları, hücum pulemyotunu, pilotsuz uçuş aparatlarını, Matador və Marador hərbi texnikasını, kəşfiyyat vasitələrini, mühəndis texnikalarını göstərmək olar ki, məhz həmin deməli döyüşlərdə də biz bir daha əmin olduq ki, Azərbaycanda istehsal olunan silahlar, sursatlar, hərbi texnika və digər məmulatlar tam beynəlxalq standartlara cavab verir. Geri təmirə çoxmu texnika qayıtdı və bizim təmir eləmək sürətimiz, imkanımız nə dərəcədə adekvat idi proseslərlə? Artıq deməli ki, o sahədə bizim deməli ixtisaslaşmış deməli istehsal sahəmiz var. Bütün hərbi texnikaları tam bərpa eləməyə biz qadirıq. Bu istiqamətdə də işlər gedir. Nə qədər sifariş veriləcəksə onları təmir edib geri qaytarmağa hazırıq. Belə çox qayıtdı, az qayıtdı təmir üçün? Kifayət qədər. Adətən əvvəllər mən cəbhəyə gedəndə döyüşçülər elə bilirlər ki, mən çoxlu hərbi əməliyyatlarda olmuşam da, jurnalist kimi, böyük mən döyüş bilicisiyəm. Qaçırlar, gəlirlər yanıma şikayətə ki, bəs 3 dənə qumbara var idi, onun ikisini atdıq, biri partlamadı, nə bilim, biri partladı, ikisi partlamadı və s. və axı. Mən uzaq keçmişdən danışıram, yəni 10-15 il bundan qabaqdan danışıram. Amma bu dəfə, ilk dəfə idi ki, mən jurnalist təcrübəmdə şahid olurdum ki, hamı bizim silahımızdan, sursatımızdan danışır, amma heç birinin dediyində bir dənə şikayət çaları yoxdur. Bu tam həqiqətdir. Ona görə ki, biz özümüz onu müşahidə elədik. Hələ o əməliyyatlar başlayanda mən müşavirimi göndərdim, bilavasitə cəbhə bölgəsində oldu. Bilavasitə Azərbaycanda istehsal olunan məhsulların həmin döyüşdə necə özünü aparmağının şahidi olmaq məqsədi ilə. Döyüşçülər də hamısı təsdiq elədi ki, Azərbaycanda istehsal olunan bütün silahlar, sursatlar tam yüksək səviyyədə döyüş tapşırığını yerinə yetirdi. O cümlədən də pilotsuz uçuş aparatları. Bizim indi pilotsuz uçuş aparatları, hansıları ki istehsal edirik və cəbhəyə göndəririk, onların təyinatının yaxın zamanlarda dəyişdirilməsi nəzərdə tutulurmu? Çünki indi bildiyimə görə biz onlardan ancaq kəşfiyyat xarakterli xəbərlər alırıq. Hazırda bizim istehsal etdiyimiz pilotsuz uçuş aparatları siz dediyiniz kimi ancaq kəşfiyyat işlərinə məşğuldur və o kəşfiyyatı edir, həmin obyektin düşmən dayaq nöqtələrini, dayaq məntəqələrini ötürür və bizim silahlı qüvvələr artilleriya vasitəsilə həmin məntəqələri məhv edirlər. Ancaq yaxın 3 ayda ölkə başçısının tapşırığı ilə yeni nəsil zərbə adlı pilotsuz uçuş aparatlarının sıraqlarına başlayıb və seriyalı istehsalını həyata keçiriləcək. Bu uçuş aparatları bizə imkan verəcək ki, düşmənin dayaq nöqtələrini müəyyən etməklə həmin anda həmin dayaq nöqtələri məhv edək. Aha, bu avadanlığın özündə olacaq imkan yox? Avadanlığın özündə olacaq. Yəni pilotsuz uçuş aparatının özündə olacaq. Bu indi ilk dəfədir də səslənir? Bəli, ilk dəfədir. Aha, aydındır. Artıq düşmənlər, mənə elə gəlir ki, Ermənistan ordusunun əsgər və zabitləri də indidən eşitməlidirlər, bilməlidirlər ki, Azərbaycan yaxın zamanlarda istehsal etdiyi belə silahlarla onları işğal etdikləri torpaqlardan qovacaqlar. Yaxşı olar ki, orada hələ ölməmək üçün bu başdan o torpaqları tərk eləsinlər. Bu avadanlıqların əsas təyinatı sursatlıqdır. Yəni, onlar sursatlar ilk növbədə. Və təbii ki, sursatdırsa o sərf olunur, bitir, tükənir, yerinə başqası gəlir. Bizim deməli, indi bu saat bu istiqamətdə gördüyümüz işlər adekvatdırmı? Pilotsuz uçuş avadanlıqlarımız onların ərazisində uçub hansısa işləri yerinə yetirərkən bəzilərini vururlar, bəzilərini vurmurlar. Onların yerini nə qədər tez doldururuq biz? Mən onu qeyd edeyim ki, bizim istehsal etdiyimiz uçuş aparatları bir dəqiqə Ermənistan ordusuna şok vəziyyətinə salıb ki, bu uçuş aparatları radara düşmür. Və hardan gedir, hardan çəkir, onu müəyyənləşdirə bilmirlər. İnşallah dediyim o zərbə uçuş aparatları da istehsal olunandan sonrasına artıq onları biz istədiyimiz məntəqəsin istənilən vaxt müəyyən edib məhv edə biləcəyik.
İndi də onun sirrini axtarırlar ki, Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatları niyə üçün radara düşmür? Əgər o uçuş aparatı hər hansı bir məmulat hədəfə düşürsə, onu istənilən anda məhv eləyirlər. Ancaq bunu müəyyənləşdirə bilmirlər. Hələ sirr olaraq da qalıb. Biz indi danışırıq o dronlardan hansıları ki, tutaq ki, göndəririk və bu saatda iş başındadılar, müəyyən işləri görürlər. Allah eləməsin, işli də oldu, vurdular onu. Bəli. Onu vurdular. Onun yerinə hazırlanan həmin pilotsuz, bəli. O nə Həmin... qədər müddətə hazırlanır? Bir dənə tutaq ki, bezpilotnik. Artıq hazır olur, onlar hazır şəkildə olur. Əgər onu vururlarsa, həmin tapşırıq ikinci pilotsuz uçuş aparatına verilir və ancaq vurulmur. Demək olar ki, vurulmur. Əgərləri ehtimal varsa ki, vurula bilər, onda digər uçuş aparatına həm proqram verilir və gedir həm uçuş aparatı həmin tapşırığı yerinə yetirir. Siz bizim pilotsuz uçuş aparatlarını, daha doğrusu onların aprel döyüşlərindəki fəaliyyətini necə qiymətləndirirsiniz? Qani mi siz onların fəaliyyəti? Tək məni yox, ordumuzu da qani etdi və bizi uçuş aparatları aprel döyüşlərində çox yüksək nəticələr əldə etdi. Bunu ordumuz özdə təsdiq edir və biz də həmin o istehsalın, yəni o texnologiyanın tətbiqindən çox razıyıq. Və gələcəkdə bu istiqamətdə yenə də təkmilləşdirmə işləri davam edəcək. Bu yaxınlarda Malayziyadan qayıtdınız. Dünyada demək olar ki, silahların həm inkişafı, həm mövcud vəziyyəti bu sərgidə çox gözəl görünürdü. Nazir olaraq təəssüratlarınız necədir? Dünyada silah hansı istiqamətdə inkişaf edir? Ümumiyyətlə qeyd edeyim ki, elə ölkə başçısının tapşırığı ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edir. Artıq 20-yə yaxın beynəlxalq sərgidə iştirak etmişik. Bu ilin aprel ayının 18-21-də Malayziyada keçirilən 15-ci DESA 2016 Asiya Müdafiə Xidmətləri sərgisində də 220 adda məmulat nümayiş etdirməklə iştirak etdik. Sərgi demək olar ki, dünyada keçirilən 5 ən böyük sərgidən biri idi. Bu sərgidə 60 ölkədən 1200-dən artıq firma və şirkət iştirak edirdi. Həmin sərgidə Azərbaycanda istehsal olunan məhsullara ilk gündən başlayaraq çox böyük maraq göstərilməyə başladı. Hələ bunun nəticəsi olaraq bir sıra dövlətlərlə, Nigeriya ilə, Kambodja ilə, Bangladeş ilə, Vyetnamla, Tayvanla, Qətərlə, Filippinlə və bu dövlətlərin müvafiq qurumları ilə biz orada Azərbaycanda istehsal olunan silah sursatlarının ixracı istiqamətində niyyət protokolu imzaladıq. Həmin protokola əsasən yaxın zamanlarda həmin ölkələrin müvafiq qurumları Azərbaycana gələcək, yerli istehsalla tanış olduqdan sonra həmin məhsulların ixracı istiqamətində müqavilələr imzalanacaq. Bizim hansı silahımıza daha çox diqqət yetirirlər? Məsələn, bilirəm ki, bizim bu optik cihazlarımız xüsusi maraq dairəsindədir. Səbəbləri nədir bunun? Ümumiyyətlə, deyim ki, tək optik cihazlar Azərbaycanda istehsal olunan 1077 adda məmulat dünyanın ən böyük şirkətləri, tanınmış şirkətləri tərəfindən verilmiş ən yüksək texnologiyalarla istehsal olunur. Burada onun da dediyiniz kimi ən böyük səbəbi keyfiyyət məsələsidir. Bu keyfiyyətə görə tək optik nişangahlar yox, digər sursatlarda çox böyük maraq var. Hələ onun nəticəsidir ki, bu günləri biz həm optik cihazları, həm atıcı silahları, həm döyüş sursatlarını Kongoya, Kenya, Gürcüstana, Türkiyə, Amerika Birləşmiş Ştatlarının bir neçə şirkətinə hazırda ixrac edirik. Artıq 4-cü aya 106 milyon həcmində artıq müqavilələr imzalanıb və həm müqavilələr icradadır. Yəqin ki, Malayziyadakı bizim o dövlətlərin müvafiq qurumlar görüşlərdən sonrasına bu rəqəm daha da böyük olacaqdır. Bizim milli qürurumuz istiqlal silahı ilə bağlı vəziyyətin yerdədir. Çünki müxtəlif sirlər danışırlar. Hətta bizə deyirlər ki, güya istiqlal silahını satmaq olmaz. Düzmü deyirlər? İstiqlal demək olar ki, unikal bir snayper tüfəngidir. Bu snayper tüfəngi istiqamətində bir sıra ölkələr, yəni mütəxəssislər
liderlik edir. Ondan da Cənubi Afrikanı göstərmək olar ki, onlarda məsələn 14-15 snayper tüfəngi var. Onlarda 1800 metrdən artıq hədəfə vurmaq olmur. Ancaq bizim istiqlalla 220 metrdə düşmənin hərbi texnikasını məhv eləmişik. Bunun unikallığı oradadır. Hazırda həmin silah üzərində təkmilləşdirmə işləri gedir. Ondan əlavə yeni bir 14-15 millimetrlik snayper tüfənginin artıq yaradıb başa çatdırmışıq. Onun atış məsafə olacaq 1800 metr, ancaq çəkisi olacaq 16 kiloqram. Bu da əsas şərtdir. Onun da yaxın zamanlarda istehsalına başlayacaq. Bəs niyə satmırıq bu silahı biz? İstiqlal silahını niyə satmırıq? İstiqlal silahı bir dəqiqə ixraca gedir. Bir sıra satır. Bəli. Müqavilələr var da? Bəli, müqavilələr və ixracı da davam edir. Aha. Mən bir məlumat da əldə eləmişəm. Yaxın aylarda Azərbaycanda tank və artilleriya döyüş sursatları zavodu fəaliyyətə başlayacaq. Bəli. İndi bildiyiniz kimi deməli biz həmin texnologiyanı dünyanın aparıcı ölkələrinin tanınmış şirkətlərlə həyata keçirdirik. Artıq həmin zavodun deməli açılışını biz planlaşdırırıq hardasa bir iyul ayının axırına. İyul ayının axırından sonrasına Azərbaycan silahlı qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100 mm, 122 mm, 155 mm, 130 mm, 152 mm-lik bütün döyüş sursatları. Burada bütün bizim silahlanmada olan artilleriya silahlarını və tanklarını tam şəkildə döyüş sursatlarla təminatına şərait yaradacaq. Əvvələn, ümumiyyətlə bu aprel döyüşlərində bir sıra suallar çıxdı ortalığa. Onlardan biri də aktualdır ki, biz özümüzü sursatla, silahla neçə faiz təmin edə bilərik bugün? Hazırda 5-45 mm-dən başlamış 30 mm-ə qədər həm kiçik çaplı, həm də iri çaplı patronlarla biz ordumuzu tam təmin edirik. Ondan əlavə 40-46 metrlik revolver tipli qumbar atanların döyüş sursatlarıyla təmin edilir. 60-80-dəki 120 mm min atanların döyüş sursatlarıyla təmin edirik. Qumbar atanların döyüş sursatlarıyla təmin edirik. AGS 30 mm-lik avtomatik qumbar atanların döyüş sursatlarıyla təmin edirik və s. Demək olar ki, kifayət qədər. İndi bizim qarşımızda ölkə başçısı tərəfindən qoyulan əsas tapşırıqlardan da biri müxtəlif mənzilli idarə olunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların istehsalıdır. Yer, hava-yer və hava-hava. Bu istiqamətdə həm bizim elmi tədqiqat institutunda işləyir və həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir.